Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün sizlərlə eyni xəmirdən iki ayrı ləzzətdə, dadda piroq hazırlayacağım. İnşallah ki, sizlər də çox bəyənəcəksiniz. Lazım olan ərzaqların miqdarları videonun alt bölümündə qeyd olunacaq. Əvvəlcə unu ələkdən keçirdirəm və üzərinə şəkər tozu əlavə edirəm, qabartma tozu əlavə edirəm, vanilin əlavə edirəm. Ardıca 250 qram ankor kərə yağı əlavə edirəm. Mütləq ankor yağını əvvəlcədən çıxardıb otaq temperaturunda saxlamaq lazımdır ki, xəmiri yaxşı umac halına gətirə biləsiniz. Və xəmiri umac halına gətirirəm. Daha sonra 3 ədəd yumurtanı qatışdırıram. Əlavə edirəm umacın üzərinə. Üzərindən isə 1 stəkan da qatıq əlavə edib xəmiri yaxşı-yaxşı qatışdırıram. Xəmir nə çox qatı olmamalıdır, nə də çox duru olmamalıdır. Əvvəlcədən də sobanı 180-200 dərəcə arasında qızdırıram alt üst rejimdə və soba listimdə diametri 32 sm-dir. Və sobanı duru yağla yağlayıram. Daha sonra xəmiri əlavə edirəm sobanın içərisinə, yayıram eyni bərabərlikdə hər tərəfinə və göndərirəm isti sobaya. Hardasa 35-40 dəqiqə ərzində mənim sobamda bişdi. Belə üzəri biraz yanmış kimi görünür, amma işıqdan da eləncə, yəni yanmayıbdı. Daha sonra sobadan çıxartmaq üçün kənarlarından biraz ara məsafə qoyuram. Onu üzəri üçün əlavə edəcəm və lazım piroqu 2 bərabər hissəyə ayırıram. Hər birini ayrı-ayrı bəzəyəcəm. Lazım olacaq bizə həm bişmiş, qatlaşdırılmış süd, həm bişməmişi, kakos və elə piroqun kənarlarından çıxan ovuntu. Əvvəlcə piroqun üzərini bıçaqla və yaxud da çəngəllə deşdəkləmək lazımdır. Daha sonra qatlaşdırılmış süddən əlavə edirəm, yayıram piroqun bütün üzərinə və üzərindən də kakosla bəzəyirəm. Kakosu qızlar sevmirsinizsə, fındıqla, qozla da bəzəyə bilərsiniz, amma mənim ağız dadıma görə kakos möhtəşəm bir dad verir. Çox dadlı olur. Yediyiniz zaman eyni ilə banti tortunun dadını tamını hiss edəcəksiniz. Yəni mən məsləhət görərdim ki, elə kakosla bəzəyəsiniz. Daha sonra ikinci piroqu bəzəyirəm. Bunun üçün də eynən piroqun üzərini deşləklədikdən sonra qatlaşdırılmış bişmiş süddən əlavə edirəm, yayıram hər tərəfinə və onun üzərini də piroqun kənarlarından çıxan ovuntularla bəzəyirəm. Eyni ilə bunun da üzərini fındıqla, qozla bəzəyə bilərsiniz və yaxud fıstıqla bəzəyə bilərsiniz və yaxud da meyvə quruları ilə bəzəyə bilərsiniz. Bu tamamilə sizin ağız dadınıza qalan bir məsələdir. Amma mən ovuntu ilə, yəni kənardan çıxan ovuntu ilə bəzədim. O da bir növ o vaxtı tortlar bişirdiyi belə dadlı, ləzzətli ev tortları eynən həmin o dadı tamı verir. Hər ikisi möhtəşəmdir. Pambıq kimi yumşaqdır. İnanın ki, süfrəyə gəldiyi anda bitdi. Yəni hər ikisi bitdi. Yəni hər kəs çox bəyəndi. Hazırlayın. Həm vaxtınıza qənaət edəcəksiniz. Bir piroqdan iki ayrı dad, ləzzət yəni ərsəyə gətirmiş olacaqsınız. Həm də həqiqətən də dadlı bir şirniyyat yemiş olacaqsınız. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Like etməyi unutmayın. Sağ olun, salamatla qalın.